Heydər Azməmmədov Xorvatiyalı boksçu ilə döyüşdü və xala hesabı ilə məğlub oldu. Ancaq ki, Heydərin rəqibi ondan texniki, taktik olaraq indiki yarışda bu günlərim hazır idi. Ona elə bir ki, əlləri uzun, boyu uzunluğundan istifadə edirdi və Heydər də bilirdi ki, rəqibi çətindir. Azməmmədov deməli, çətin olmasına baxmayaraq zərbə vurmağa çalışırdı və vururdu da, hətta bir neçə dənə knockdownluq zərbələr vurdu. Əla, əsas odur ki, Azməmmədov bilirdi bu rəqibi bundan hal-hazırdakı vəziyyətdə üstündür. Ancaq ki, bu o demək deyildi ki, o təslim olmalıydı. O sona qədər döyüşdü, həqiqətən də döyüşçü ruhunu göstərdi ki, sən bugün burada ola bilsin ki, məndən hal-hazırda texniki, taktiki cəhətdən hazırsan, ancaq bu o demək deyil ki, Azməmmədov onu uda bilməz, Azməmmədov onu uda bilərdi. Bu mümkündür, məğlub edilməz boksçu yoxdur. Ancaq ki, nəticə etibarilə hal-hazırda məğlub oldu. Buna baxmayaraq Azməmmədovu uğurlar arzu edirik, gələcək yarışlarda daim belə xarakterli, daim belə. Azməmmədov sadəcə olaraq rəqibinə göstərdi ki, sən məni asanlıqla uda bilmərsən. Döyüşçü xarakteri budur. Yəni, uduzduğu bildiyin halda, yəni rəqibi hiss elətdirirsən ki, mən sənin üçün asan rəqib deyiləm.